Dedik ki, əməklə məşğul olmaq, ruzi qazanmaq Allah yanında çox böyük savablardan biridir. Hətta Peyğəmbər əleyhissalam mübarək kəlamlarının birində buyurur ki, halal ruzi əldə etmək hər bir müsəlman kişi və qadına vacibdir. Bu hədis həm də onu göstərir ki, bizim qadınlarımız da fürsətləri olduğu təqdirdə şəriətin, qanunun müəyyən elədiyi çərçivədə əməklə məşğul olsunlar, vaxtlarını boşuna, bekarına keçirməsinlər. Çünki fərz sözü burada necə namaza, necə oruca işlənilibsə, eləcə də o mənada başa düşmək lazımdır. Başqalarının hesabına yaşamağı uca Allah qəti şəkildə, o cümlədən məsumlarımız qəti şəkildə qadağan ediblər. Digər bir hədisdə Peyğəmbər əleyhissalam buyurur ki, həqiqətən Allah Teala bəndəsinin halal ruzi arxasında yorğun olduğunu görməyi sevinir. Yəni bir insan öz ruzisi üçün gedə, zəhmət çəkə, yorula, əldən ayaqdan düşə. Peyğəmbər salavatullah buyurur ki, uca Allah həmən bəndəyə xüsusi bir məhəbbət göstərər, xüsusi bir sevgi göstərər. Və bunu biz Peyğəmbərlərlə yanaşı eyni zamanda imamlarımızın da həyatında görməkdəyik. Belə rəvayət olunur ki, bir gün əlində bel İmam Zeynul Abidin əleyhissalam çölə gedirdi, səhraya gedirdi, torpağı var idi. Gəldi bir dəstənin yanından keçəndə dəstədə olan cavanlar tez yaxınlaşdırar İmam əleyhissalama. Ağa, bəs icazə ver, sənin yerinə biz o işləri görək. Görün İmam əleyhissalam nə buyurdu? Xeyr, qoyun özüm işləyim. Mən istəyirəm ki, Allah məni əziyyət içində əllərimlə çalışaraq halal ruzi qazanarkən görsün. Hədisin ərəbcəsini oxumadım. Şeyx Səduq Əl-Fəqih əsərində nəql edib 3595 nömrəli hədisdir. Deməli, İmam əleyhissalamın bu hərəkəti onu göstərir ki, insan birincisi lazım olmadığı təqdirdə başqasından kömək almamalıdır. Hər bir insan öz işini görməlidir. İkincisi, Allah ruzi arxasınca zəhmət çəkən insanları sevir. İmam əleyhissalam da buyurur ki, mən də istəyirəm ki, ruzum üçün çalışam, yorulam, Allah məni yorğun vəziyyətdə görə və beləliklə də məni sevər.